həkimlik sizin üçün sadəcə bir ixtisasdırmı, yoxsa həyat tərzi? Təbii ki, həyatımızın müxtəlif dövrlərində, bağçaya qədər, məktəbə qədər dövründə, orta məktəb dövründə, universitet dövründə məşğul olduğumuz günümüzün əsas hissəsini, 24 saatımızın böyük qismini əhatə edən qismi bizim elə həyatımızdır. Olar ki, həkimlik fəaliyyəti bizim elə həyatımızın özüdür, bazasıdır. Digər kriteriyalar, ailə, dost, tanış, çevrə, yaxınlar, dostlar, qohumlar, bunlar artıq ikinci dərəcəliyə çevrilib. Həkimlikdə, peşəkar həkimlikdə həmçinin sənin gündəlik beynini məşğul edən, elə sənin sənətində, yəni bu da sənin elə həyatında, əgər gündəlik sən fikirlərin, düşüncələrin, öz xəstələrinlə və xəstələrinin xəstəlikləri ilə məşğulsa, elə bunun həyatının elə özüdür.